Salam, vaxtınız xeyir dəyərli tələbələr. Bugün sizinlə birlikdə fizikanın sonuncu mövzusu olan atom və nüvə fizikası mövzusuna başlayacağıq. Hər birinizə uğurlar arzu edirəm. Siz bu mövzuya çatmısınızsa, demək ki, artıq fizikanın bütün mövzularını tam tədris etmisinizdir. İndi bugün atom və nüvə fizikasında ilk öncəliklə hissəsi hər zaman kimi dərsimizi öyrənəcəyik. Birinci dərsimiz, daha doğrusu birinci hissəmiz olacaq atom modelləri. Atom modellərində ilk öncəliklə belə bir şey deyilir ki, necə ki, məsəl üçün, riyaziyyatda sonsuz azalma termini işlənirsə, fizikada da eynən bu termin var, sonsuz azalma termini. İndi isə ona baxaq. Bu hissəni göstərən bəzi modellər var. 3 hissəciyə baxacaq, 3 daha doğrusu modelə baxacaq. Birinci model Thomson modeli. Thomson modeli deyir ki, atom müsbət yüklü səpələnmiş zərrəciklərdən ibarətdir. Yəni onun modelinə görə atom belə bir modeldir. İkinci modelimiz olacaq Rutherford modeli. Rutherford modelinə həmçinin planetar model də deyirlər. Rutherford Thomson modelinə baxaraq burada bir çatışmamazlıq olduğunu görür və burada deyir ki, Thomson modelinin çatışmazlığına istinadən Thomson modeli sistemləşmiş bir modeldir. Əsl atom isə, yəni belə ola bilməz. Sistemləşmiş model bilirsiniz necədir? Yəni buradakı nə qədər bütün bu elektronların ətrafına buradakı bütün müsbət yükləri birləşəcək. Yəni müsbət də mənfi təbii ki bir-birini cəzb eləyəcək. Yəni bütün zərrəciklər bir-birlərini cəzb eləyəcək. Axırda suyu hamısı yerə düşmüş kimi olacaq. Yəni suyu atom artıq sonlanacaq. Yəni bunun çatışmazlığı budur. Atom isə bilir ki, biz uzun ömürlü, davamlı bir zərrəci təşkil edən bir xarakter kəmiyyətidir. Rutherford modelində buna uyğun olaraq nukleonları əsas olaraq nəzərdə tutulur. Bu olsun nüvə, buna biz deyəcəyik nukleon. Nukleon və ya nüvə. Nukleona həmçinin nüvənin sahib olduğu zərrəciklər deyilir. Nüvədə hansı zərrəciklər var? Bir, müsbət yüklü protonlar var. Bir də ki, yüksüz neytronlar var. Bu atom modeli olsun və burada bir dənə elektron olsun. Yəni, Rutherford modeli deyir ki, nukleonlar və elektronlardan ibarət sistemə əsas atom modeli olaraq deyilir. Təbii ki, bu kürədir. Bunu birazcık düzgün çəkmək lazımdır. Daha qəşəng olsun. Bu hissəsini silək ki, bura elektron yazaq. Son model isə bu hər iki modelin çatışmazlığına istinadən deyilir. Yoxsa belə bir modellərin çıxması nəyə gərəkdir? Sonuncu modelimiz olacaq Bohr modeli. Bohr Rutherford modelini incələdiyində bəzi çatışmazlıqlar görür və bu çatışmazlığı da iki hissə halında deyir. Buna bir nəzəriyyə də deyirlər, amma fizikada bunlara postulat deyirlər. Birinci postulatda deyir ki, atom stasionar hallarda enerji şüalandırmır və ya udmur. Yəni nə şüalandırma baş verir, nə də ki, udulma baş verir. İkinci postulatda isə deyir ki, atom o zaman həm enerji şüalandıra və ya ki, udulma baş verər ki, bir enerji səviyyəsindən o biri enerji səviyyəsinə çıxsın. Bu enerji səviyyələrini bizim təbii ki, o test toplusundan da görəcəyimiz belə bir enerji səviyyəsidir. Bu birinci olsun. Bu ikinci olsun. Bu üçüncü olsun. En bərabər bu dördüncü olsun. En bərabər beşinci olsun. Bir dənə də
sonsuzluqda olan bir dənə model çəkək. Sonsuzluq deyib 8 yazdım bu arada. Aha. Deyəlim ki, deməli belə bir hissə veribdir və hər səviyyənin özünə görə bir deməli enerji səviyyəsi var. 1390. Bunları əzbərləməyə ehtiyac yoxdur. Zaten suallarda verilir sizə. Deməli 39 elektron volt, bura 1,5 falan, 1,151 mi falan belə bir şey olmalıdır, səhv etmirəmsə. Bunu əzbərləməyə ehtiyac yoxdur. Yəni bir enerji səviyyəsindən o biri enerji səviyyəsinə keçməyə odur ki, Y, N çıxılsın, Y, M hissəsi, daha doğrusu çıxılsın deyirlər, bu hissəyə getməsi hissəsi. Yəni məsəl üçün, deməli birinci səviyyədən ikinci səviyyəyə çıxmaq bu hissədə nəzərdə tutulur. Və fikir verirsinizsə, əgər ki, buradan yuxarı doğru çıxılma baş verirsə, bu istiqamətə doğru və ya bu istiqamətə doğru, buna deyilir udulma. Yuxarı çıxırsa, buna deyəcəyik udulma. Amma aşağı düşürsə, məsələn bu istiqamətdə müəyyən bir enerji səviyyəsindən başqa bir enerji səviyyə düşürsə, aşağı doğru düşürsə, buna deyəcək şüalandırma. Aha. Və o zaman müəyyən bir deməli səviyyə dəyişdiyi zaman burada enerji udulursa, bizim deməli işıq kvantlarından keçdiyimiz nəzəriyyəyə görə bunu enerji üçün xarakterizə eləyərsək, Y, N çıxılsın Y, M bərabərdir H nüyə. H-ını burada enerjini xarakterizə edir. Və N-ci səviyyədəki deməli şüalanma üçün Y bərabərdir. Y0 bölünsün N-in o kvadratı olacaq. Buradakı Y0 iyonlaşma enerjisidir. Bunu da unutmayın mütləq. Və deməli burada bəzi hissələr var. Bu hissələri deməli hissə sizə göstərək. Birinci, əgər ki A-da, mən məsəl üçün elə bunun üzərində göstərim, ən yaxşısı. Əgər ki səviyyə, deməli bunları silim. Aha. Əgər ki, məsəl üçün, bir enerji səviyyəmiz, hər hansısa bir, deməli, n-ci səviyyədən birinci enerji səviyyəsindən gəlirsə, yəni M bərabərdir 1 olarsa, buna deyirlər Lyman seriyası. Lyman seriyası. Və buradakı alınan rəng ultra bənövşəyi rəng olacaq. Bənövşəyi. Əgər ikinci səviyyə enərsə, buna deyirlər M bərabərdir 2, buna deyirlər Balmer seriyası. Və buradakı şüa, görünən şüa olacaq, elə görünən. Əgər üçüncü hissəyə gələrsə, o zaman biz bu hissəyə deyirik ki, M bərabərdir 3, Paşen seriyası. Buradakı rəngimiz olacaqsa infra qırmızı. Və bu seriya hər 3 dənədən bir deməli dəyişmir. 3-dən sonra, yəni 3-cü səviyyədən sonra düşən bütün şüalar infra qırmızıdır. Bunu da unutmayın. 3-dən sonra düşən bütün şüalar elə 3-cüyə bərabərdir. Bu ilk başlığımız. İndi keçək deməli ikinci başlığımıza. Bu hissəni mən sileyim. Deməli. Aha. İkinci başlığımız deməli nüvənin rabitə enerjisi. Nüvənin rabitə enerjisi, xatırlayırsınızsa kimyadan, deməli burada ümumi kütlə olur, burada proton olur, burada neytron yazırıq və ümumi kütlə nəyə bərabərdir? Z üzərinə gəlsin N. Neytron və proton cəmi. Və əgər burada Z sayıda deməli protonumuz varsa, Z vurulsun MP, üzərinə gəlsin N vurulsun MN. Yəni deməli o həmin bu deməli protonun kütləsi vurulsun proton sayına, yəni özünə buradakı və buradakı neytron kütləsi vurulsun elə neytronun özünə. Və burada belə bir istisna alırıq ki, ümumi hal üçün yazırıq ki, burada ümumi bu atomun kütləsi bunların hasilindən deməli kiçikdir. Z vurulsun MP, üzərinə gəlsin N vurulsun MN. Aha. Və deməli burada yaranan, deməli burada bir şey yaranır. Deməli kütlə
kütlə defekti yaranır. Kütlə defekti üçün ümumi atom kütləsi bərabərdir. Həminki düsturumuz, bu düsturu çox işlədəcəyik. Elə yaza-yaza əlinizdə öyrəşəcək. Çıxılsın ümumi atomdakı deməli səviyyənin kütləsi. Və xatırlayırsınızsa, deməli işıq kvantlarını keçdiyimiz məşhur Einstein düsturu Y bərabərdir MC kvadratını burada nəzərə alarsa, o zaman səviyyə üçün alacağımız enerji delta M C-nin kvadratı bərabərdir. M üçün nə yaza bilərik? Ümumi Z vurulsun MP, deməli Z vurulsun MP, üzərinə gəlsin N vurulsun MN, çıxılsın MN, vurulsun C-nin o kvadratı olacaq. Burada Y üçün, delta Y üçün deyirik ki, bunun vahidi 1 megaelektron voltdur. Aha. Və burada xüsusi rabitə enerjisi burada deməli təkamülidir. Xüsusi rabitə enerjisinə baxaq. Xüsusi rabitə deməli enerjisi. Xüsusi rabitə enerjisi Y xüsusi bərabərdir delta Y bölünsün A-ya. Yəni ümumi sistemdəki enerjinin buradakı rabitə enerjisinin görülən işə nisbəti və burada deyirik ki, xüsusi deməli bərabərdir 1. Bunun vahidi nə yazaq? 1 deməli megaelektron volt bölünsün nuklon. Atomun üçüncü öz hissəcidir. Yəni burada deyir ki, 1 nuklon deməli 1 nuklon başına deməli düşən enerjini burada biz xarakterizə edirik. O zaman biz bu hissə üçün kiçik bir deməli əlavə bir qayda yaza bilərik və buna da deyəcəyik ki, xüsusi rabitə enerjisi. İndi isə keçək deməli 3-cü hissəmizə, yəni 3-cü deməli başlığımıza. Məşhur markerimizi əlimizə alaq. Radioaktivlik. 3-cü radioaktivlik. Radioaktivlik nədir? Baxın, radioaktiv şüalanma, məsəl üçün kimyadan da keçdiyiniz üzrə bəzi elementlər var. Bunlar radioaktivdir. Radioaktiv şüalanma zamanı ortaya bəzi şüalar çıxır. Bu şüalar birinci alfa şüalardır. Həmçinin bunlara bəzi şüalanmalar həmçinin yadda çıxır. Burada deyəcək alfa şüalanma. Alfa şüalanma deməli, məsəl üçün helium 4-2+2 elementi. İkinci deməli beta şüalanma. Buna deyəcək elektron 0-1 və ya o qamma şüalanma. Burada da bunun neytron kimi hissəcik, yəni yük zadı yoxdur və bunları maqnit sahəsi üçün xarakterizə eləyərsə, məsəl üçün üçü də deməli induksiya sahəsinə girir. Bu induksiya lövhəsi olsun, B yazaq. Sahəmiz də bu necə idi sahə? Bizdən şəklə doğru. Bura alfa olsun, bura olsun qamma, bura olsun deməli beta. Belə yazdım ki, deməli yanlış anlaşılma olmasın. Təbii ki, deməli alfa zərrəci sahənin üstünə doğru çıxacaq. Deməli bu qammanın yükü olmadığı üçün bu tərəfə doğru gedəcək, beta isə aşağı doğru hərəkət eləyəcək. Elə bil ki, bu müsbətdir, belə fikirləşin. Müsbət gedəcək mənfiyə. Bunun yükü yoxdur, zaten dümdüz gedəcək. Bu mənfidir, bu da gedir müsbətə. Yəni onun kimi xarakterizə edin, amma belə deyil, sadəcə yadınızı saxlamaq üçün belə deyirəm. Və burada deməli bəzi çevrilmələr var. Bunlara baxaq. Çevrilmələr. Məsəl üçün var deməli alfa çevrilməsi. Alfa çevrilməsi məsəl üçün X, A, Z. Buradan helium deməli 4-2 üzərinə gəlsin Y, A-4, Z-2. Beta çevrilməsinə baxaq. Beta deməli çevrilməsi. Deməli bu çevrilmədə fərq nədir? Bu çevrilmədə məsəl üçün atomumuzdur A, Z. Bu zaman bir elektron deməli -1 olacaq və üzərinə gəlsin Y. Bu isə nə olacaq? Bu isə A olacaq. Zaten 0-dır çünki bunun üstü. Və Z deməli burada çıxdığımız üçün mənfi nə olur? Müsbət olur. Z+2 olur. Və sonuncusu deməli qamma çevrilməsi.
çevrilməsi. Aha. Bu hissədə baxacağımız şey heç nə zaten, yəni qammanın özünün bir heç nə yoxdur. Alınan zaten əhəmiyyət də eynən olduğu kimi olacaq. Sonra burada demək ki, kiçik bir nüansa da toxunaq. Yarım parçalanma periyoduna. Yarım parçalanma periyodu deməli n bərabərdir. N0 bölünsün 2n üstürə yazırıq və buradakı n0 vurulsun 2 üstü mənfi n yazacağıq. Buradakı bizim çevrə üzrə və ya düz xətti bərabər sürəti yoxdur. Çevrə üzrə hərəkətdən öyrəndiyimiz periyodun və tezliyin düsturlarını yazarsaq əgər ki buradakı yarım parçalanma periyodunda olan tezlik üçün bu ifadəni alarsak, o zaman n bərabərdir n0 vurulsun 2 üstü mənfi t bölünsün t ifadəsini almış olacaq. Və burada deyirik ki, yarım parçalanma periyodu heç nədən asılı deyil, sadəcə elementin növündən asılıdır. Elementin növü. Aha. Və burada deməli n0 burada nəyə bərabərdir? Deməli n0 başlanğıc nüvələrin sayıdır. T yarım parçalanma periyodudur. N ümumi nüvələrin sayıdır. T isə bu prosesə sərf olunan zamanı bildirir. Və deməli bunu da bilirik ki, hissə getdikcə hər deməli dövr üçün bu parçalanma periyodu azalır. Məsəl üçün radioaktiv elementdən görmürsünüz ki, məsəl üçün yarım parçalanma ilə məsəl üçün 30 gün olan da var, 1 gün olan da var, 30 ildə olan da var, milyon illərcə vaxt gedənlər də var. Məsəl üçün deməli məsəl üçün olsun elə plutonium bildiyim qədərilə daha uzun, məsəl üçün sezium falan filan, onların yarım parçalanma periyodları daha böyükdür. İndi deməli bu hissəni də keçdikdən sonra burada o zaman madəm ki parçalanma deməli nüvələrə baxdıq, parçalandıqdan sonraki nüvələrin sayına baxdıq. İndi isə parçalanmış, yəni reaksiya qutarandan sonraki nüvələrin sayına baxır. Yəni parçalanmış nüvələr. Parçalanmış nüvələr. Parçalanmış nüvələr üçün delta n bərabərdir n0 çıxılsın n. O da bərabərdir n0 çıxılsın n-in yerinə n vurulsun 2 üstü mənfi t bölünsün t yazacağıq. Və bu hissədən də delta n bərabərdir bizim əsas düsturlarımızdan biri olan 1 minus deməli 2 üstü mənfi t bölünsün t düsturunu almış olacağıq. Bunu deməli buradakı parçalanmış nüvələr üçün aldıq. Gəlin bunu kütlə üçün alaq. Kütlə üçün də yenə n olacaq. M0 vurulsun 2 üstü mənfi deməli t bölünsün t alınacaq. Və deməli buradakı həmçinin parçalanmış nüvələrin deməli aktivliyi üçün yazarsak vurulsun 2 üstü mənfi t vurulsun t olacaq. Və m-dir, a-dır. Burada parçalanmış nüvələrin sayılar düz mütənasib asılı olacaq. Və həmçinin bu hissədəki bu qrafik üçün deyirik ki, zamanla parçalanmış nüvələrin sayı madəm ki artır, zamanla o zaman başlanğıc nüvələrin sayı da getdikcə minimala doğru yaxınlaşacaq. Keçək deməli 4-cü hissəmizə. 4-cü hissəmiz deməli olacaq şüalanmanın udulma dozası. Şüalanmanın udulma dozası, yəni kütlə başına düşən enerjini, məsəl üçün reaktiv nüvələr partlayan zaman insanların məsəl üçün fikir vermişsə, aldıqları radiasiyanı ölçürlər. Bu elə bir ki, odur zaten. Yəni hər hansısa bir reaktiv partlayış zamanı insanoğlunun aldığı, belə deyim də, kütlə başına aldığı deməli enerji, yəni kütlə başına aldığı reaktivlik, yəni belə deyim də zəhər və ya bunun kütlə başına düşən enerji də olaraq hesab verilir və böyük D hərfi ilə işarə olunur. Düstur çox sadədir. Y bölünsün M.
Buradakı Y enerjidir zaten bilirsiniz. Buradakı D şualanma udulma dozasıdır. Doza. Buradakı M ise kütlədir. Yəni zaten bunu yazma ehtiyac yoxdur. Yəni də yazdım. Və vahidi deməli udulma şualanma udulma dozasının vahidi 1 qırı yazır. Yəni grey. Bu da enerjinin kütləyə, enerjinin vahidi nə idi? Joule, kütlənin vahidi kiloqram. Kiloqram, bunu da açanda 1 kiloqramla getdi. Metr kvadrata bölünsün, saniyənin kvadratı olmuş olacaq. İndi burada hissə bəzi nüanslara baxaq. Nüvə əgər ki, buradakı nüvə reaksiyalarına baxarsaq, nüvə reaksiyaları əgər eyni kütlə və deməli eyni proton üçün baxarsaq, A1, bu çox böyük yazdım, bunu kiçildim. Deməli X, A1, Z1 üzərinə gəlinsin X, A2, Z2. Deməli bu X vurulsun, bu X2. Buradan alınır X3, deməli Z3, A3. Üzərinə gəlinsin X4, A4, Z4. O zaman bu uyğunluğa əsasən mən yaza bilərəm ki, Z1 plus Z2 bərabərdir Z3 plus Z4. Zaten hamısı bir-birinə bərabərdir. O zaman ümumi kütlələr də, yəni aktivlik də həmçinin bir-birlərinə bərabər olacaq. Buradakı aktivliyi ümumi kütlə üçün sayın. Zaten buradakı A ümumi kütlədir. Bunu belə yadda saxlayın və deməli istilik nüvə reaksiyaları var həmçinin burada. İstilik nüvə reaksiyaları deməli helium deyirəm, hidrogen 2,1 üzərinə gəlsin hidrogen 3,1. Buradan deməli helium 4,2 alınır və əlavə də bir dənə də deməli neytron alınır hədiyyə olaraq deyək. Buradakı bu neytrondur. Neytron. Və deməli, əgər ki, məsəl üçün nüvə reaksiyaları zamanı sual düşə bilər ki, uran nüvəsini neytronla bombardman edilərsə, U38 235 üzərinə gəlinsin neytronla bombardman etdiyimiz zaman deməli 296 38 halına düşür. Deməli, bu hissəni də əlavə etdik. Bu hissəni də əlavə etdikdən sonra deməli kiçik bir madəm ki nüvə reaksiyalarına baxdıq, indi bu nüvə reaksiyalarının getdiyi şəraitə baxaq. Bunlar hər birisi, bütün bu proses nüvə reaktorunda gedir. O zaman nüvə reaktoru halına baxaq. Bu olsun deməli 5-ci başlığımız. Nüvə reaktoru neytronların artma əmsalı olaraq göstərilir və belə işarə olunur. Yəni bu neytrondur 0,1. Bu gəlir deməli uran nüvəsidir bu. Uran nüvəsi. Uran nüvəsini toqquşan zaman neytron 1,0 və deməli neytron 1,0 hissələrinə özündən ayırır və burada zəncirvari reaksiyalar baş verir. Əgər ki neytron artma əmsalıdır bu arada bu. Buradan yazaq neytronu artma əmsalı. Və bu reaksiya zamanı neytronun artma əmsalının fərqli qiymətlərinə görə fərqli deməli hissələr, fərqli nəzəriyyələr alınır. Əgər ki K birdən böyük olarsa bu zəncirvari reaksiya olur. Zəncirvari nüvə reaksiyası K 1-ə bərabər olarsa bu reaksiya stabil gedir. Amma K 1-dən kiçik olarsa sönür, yəni reaksiya olmur. Və bu ümumi bu atom reaksiyası, yəni nüvə reaksiyası zamanı nüvə reaksiyasını harda gedirdik? Nüvə reaktorunda və bu nüvə reaktorun işləməsi üçün bəzi deməli bəzi hissələr var. Əsas bu 4 hissəyə baxacağıq, daha çox hissəyə baxacağıq. Birinci hissə ilk öncəliklə reaktorun işləməsi üçün yanacaq olmalıdır. Yanacaq. Ən məşhur nüvə reaktoru üçün yanacaq uranyum və ya deməli plutonyum. İkinci istilik ötürücü. İstilik ötürücü.
İstiri ötürücü məsəl üçün su ola bilər və ya maye, natrium ola bilər. Üçüncü, neytron yavaşladıcı ki, deməli partlama anına qədər neytronlarımıza sahib çıxaq, yavaşladıcı və reaksiya baş verməsin. Yoxsa elə məsəl üçün hər hansısa bir bölgə atom bombası atmaq istəyirik. Məsəl üçün təyyarə mindiririk və neytron yavaşladıcı olmadığına görə elə atom bombası belə deyim də havaya qalxan zaman elə partlayır. Havaya qalxdıqca məsəl üçün atmosfer təzyiqinin məsəl üçün dəyişimi ola bilər. Bu zaman bunun üçün ağır, deməli ağır su deyirlər, ağır su və ya deməli qrafitdən istifadə edilir. Həmçinin məsəl üçün evdəki remontlarda görmüsünüzsə, evdəki deməli bu giriş qapılarına süngər qoyurlar. Yəni bildiyiniz süngər. Yəni onu da əlavə edirlər. Sadəcə burada süngər yazılmır. Əlavə üçün özünüzdə qoya bilərsiniz, amma bu sizə düşməyəcək. Yəni süngər, yəni bildiyiniz neytronları, yəni bir-birindən ayırır. Və deməli tənzimləyici. Tənzimləyici. Yəni bu əslində yanacağı ayırır. Neytronlar isə deməli partlama anına qədər saxlayan həm bordu, həm də deməli həm bor, həm də kalium çubuqlarıdır. Sevgili uşaqlar, bu qədər fizikanın sonuncu orta məktəb deməli tədris fizikasının sonuncu mövzusu olan atom və nüvə fizikasını mövzu izahını verdik. Ümid edirəm hər birinizə deməli bu isə deməli aydın olmuşdur. Nəsə bir sualınız varsa mövzu içərisində deməli sualınızı şərh bölümümüzə qeyd edə bilərsiniz. Və artıq bundan sonra deməli sınaq izahları, test izahları daha çox ağırlıqlı gedəcəyik. Bütün mövzu izahları verdik. Artıq bundan sonraki həyatınızda uğurlar arzu edirəm. Özünüzə yaxşı baxın, sağ olun.